Nə xarici ölkələrdəki miqrantlarımız, nə də onları təşkilatlandırmalı olan diasporumuz Azərbaycanın xarici siyasətində fəal iştirak etmir. Ölkənin qərblə münasibətlərinin qurulmasında həmin ölkələrdəki diasporumuzun fəaliyyətini hiss etmirik. Sonra da hökumət qərbin ikili standartlarını bəhanə gətirib Rusmilli siyasət yürüdür. Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəyasət heyətinin üzvü Səbuhi Əliyev əslində niyə Azərbaycanın qərb yox Rusmilli siyasətə üstünlük verməsinin səbəblərini açıqlayır. Azərbaycanın rəhbərində təmsil olunanlar, hal-hazırda təmsil olunanlar köhnə kommunistlərdir. Həmin siyasət yenə də dəyişməyib, sadəcə olaraq adı dəyişib, yap olub. Təbii ki, onları Rusiya meyilli olmağı, Rusiya tərəfindən istiqamətlənməyi, Rusiya tərəfindən yürüdülməli siyasətləri adi bir haldır. Mən buna nə qısqanclıq kimi baxmıram, sadəcə olaraq bunların siması budur. Və bu siyasətin də sonu mən hesab edirəm ki, Azərbaycanın gələcəyi üçün yaxşı olmayacaq. Çünki dünyada Avropaya meyillik, qərb standartlarına meyillik hökm sürdüyü halda sən köhnə Rusiyanın imperialist siyasətinə meyillik göstərirsənsə, bu sənin gələcək planların üçün, gələcək dövlətin xidmətləri üçün yaxşı hal kimi geri qayıtmayacaq bizə. Səbuhi Əliyev qərbin ikili standartlarına son qoymağın yollarını göstərir və Gürcüstan modelini buna misal çəkir. Təbii ki, Gürcüstanda olan sistem dəyişikliyi, demokratik dəyərləri ölkəsinə dəvət etməyi, demokratiyanın təmsilçiliyi, bu özündə imkan yaratdı ki, Avropa Şurası onların 5 il, 10 il ərzində dəyərləndirdi. Təbii ki, bu viza sistemini dəyişdi. Azərbaycanda da bu ikili standartların aradan qaldırılmasının yalnız və yalnız bir yolu var. Azərbaycanda demokratiyanın qurulmağıdır. Azərbaycanda nə vaxta kimi demokratiya qurulmayacaq, təbii ki, Avropada, Amerikada ikili standartlarla Azərbaycana qarşı bu cür yollara əl atacaqlar. Arazxan, Vüsal Qarayev, Talk TV.